Xarici yaddaş qurğuları ilə bağlı doğru olmayan fikri müəyyən edin. Ən az həcmə malik olan xarici yaddaş qurğusu elastik maqnit disklər hesab olunur. Floppy disklər, bəli, bu doğrudur. Həmin disklərin tutumu 1,44 megabaytdır. İnformasiyanın uzun müddət saxlanılması üçün xarici yaddaş qurğularından istifadə edilir. Bəli, bu doğrudur. Flash kart enerjiden asılı olmayan xarici yaddaş qurğusudur. Bəli, bu doğrudur. İnformasiyanı uzun müddət özündə saxlaya bilir. Flash kart xüsusi kontroller və interfeysdən ibarətdir. Bəli, bu fikir doğrudur. Sərt maqnit diski, yəni hard disk, sistem bloku daxilində yerləşsə də ana plata üzərində yerləşmir. Doğru olmayan fikri müəyyən edin. Doğru olmayan fikir budur. Sərt maqnit diski ana plata üzərində yerləşir.